İnsülin direnci nədir? Həkim Siafor yazıb. Tamam, amma Siafor yazmaqla, daha doğrusu Siaforu içməklə hər şey bitmir. İnsülin direnci sizin həyat tərzinizin gətirdiyi nəticədir. Həyat tərziniz. Baxın, siz mənə insülin direnci deyirsiniz. Mən sizin həyatınız haqqında danışıram. Çoxlu şirniyyat qəbulu, çoxlu ağ un qəbulu, nə bilim, frilər, burgerlər, hərəkətsizlik, ən əsası hərəkətsizlik, bədənə müəyyən dərəcədə fiziki stres, baxın, qeyd eləməyin, yazmayın kommentlərdə ki, məndən çox stres yaşayan yoxdur, qardaşlar, bacılar. Stres deyəndə fiziki stresi nəzərdə tuturam. Yəni yerdən dəmir qaldırmaq, doğrudan da gedib əzələlərinizin ağrıdığını hiss eləmək, əzələlərinizin yandığını hiss eləmək. Söhbət orasındadır ki, bu əzələlərin bu enerjiyə ehtiyacı olmalıdır. Əzələlərin normal şəkildə deməli, egzərsiz deyirlər türklər. Əzələlərin işləməsi insulinimizi normallaşdırır, qan şəkərimizi normallaşdırır. Qanımızda başı boş gəzən enerjinin müəyyən bir yerə istiqamətlənməsinə gətirib çıxardır. Otururam, bəli, ola bilər ki, işdən əlaqəli olaraq səhər saat 8-də oturursan, axşam saat 12-də durursan, bəs yaxşı, bu həyat tərzi səni öldürür axı. Ondan sonra Siafor içəcəksən. Siafor içib nə edəcəksən? Heç bir şey həyatında dəyişməyəcəksən. Sadəcə qan şəkərini normallaşdırmaq qabiliyyətinə malik dərmanlardan istifadə edəcəksən. Amma həyatını dəyişmədi axı. Səni bu vəziyyətə gətirən həyatı dəyişmədin.